Azərbaycan Milli İstiqlal Partiyasının 50-yə yaxın fəalı bugün Fransanın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. İştirakçılar Fransa Milli Assambleyasının erməni soyqırımını inkara görə cinayət cəzası nəzərdə tutan qanun qəbul etməsini pisləyiblər. Aksiyaçılar Sarkozy Türkün düşməni Fransa səfirliyi Azərbaycandan çıx, parlamentə ar olsun və sair şüarlar səsləndiriblər. Bütün Türkler bir ordu! Bütün Türkler bir ordu! Alcezayir Ruanda! Fransa elin qanda! Alcezayir Ruanda! Fransa elin qanda! Aksiyanın qətnaməsində qeyd edilir ki, Milli Assambleyanın qəbul etdiyi qanun beynəlxalq normalara ziddir, Türkiyəyə təzyiq cəhdidir. Azərbaycan Milli İstiqlal Partiyası Fransa ictimaiyyətinə, Demokratik Avropa Cəmiyyətinə, beynəlxalq təşkilatlara müraciət edərək Fransa hakimiyyətini bu səhv qərardan çəkindirməyə, Fransa senatını Sarkozy'nin türklərə yönəlik düşmənçiliyinə alət olmamağa çağırır. Fransa senatı bu qanunu təsdiq etməməlidir. Sarkozy isə bütün türklərə qarşı düşmənçiliyinə son qoymalıdır deyə səfirliyin nümayəndəsinə təqdim edilmiş qətnamədə vurğulanır. Partiya təmsilçiləri Azərbaycan hökumətinin Fransanın Total şirkəti ilə neft-qaz müqavilələrinin şərtlərinə yenidən baxılmalı olduğunu deyiblər. Əgər senat tərəfindən Milli Assambleyanın qəbul etdiyi qanun tanınacaqsa, indidən Azərbaycan hakimiyyətinin Fransaya rəsmi nota verməsi, yəni bütün iki tərəfli əməkdaşlığın, iki tərəfli əlaqələrin kəsilməsi haqqında nota verməsi tələbi də var. Bu bəyanat olmuşdu. Bugün isə biz birbaşa Fransa səfirliyinə öz etirazımızı bildirdik. Təbii ki, bu aksiyalar davam eləyəcək və davamlı şəkildə olacaq.